Salam dostlar, axşamınız xeyir olsun. Bu da zebra perigon resepti. Bizə lazım olan ərzaqlar: 4 dənə yumurta, 1 stəkan pesoq, duru yağ, 1 stəkan süd əlavə edirik, qarışdırırıq. Sonra unu əlavə elədim. Qabartmanla vanili qarışdırırıq. Görsüz, bax belə olmalıdır. Sonra qaba yağ sürtdüm. Yaxşı-yaxşı 2 qaba ayırdım. Birinə kakao əlavə edirəm. Biraz süd də əlavə edirəm ki, biraz sülü olsun. Bunu da qarışdırıram. Yaxşı-yaxşı. 1 böyük qaşıq qara tökürəm kakaonla da. 1 böyük qaşıq o birisindən. Bax belə alınır. Sonra çubuqla qəşəng forma verirəm. Reseptin Instagram, YouTube kanalımda paylaşaram. Hazırdır. Çox qəşəng alındı. Çayla içmək çox dadlı olur. Nüş olsun kim bişirər. Sağ ol.